Salam əziz abituriyentlər, loqaritma bölməsinə aid bir sualın izahına baxaq. Loqaritma 4 əsasdan 63 faktorial x olarsa, loqaritma 4 əsasdan 64 faktorialı x ilə ifadə edin. Biz burada deməli, loqaritma 4 əsasdan 64 faktorialı yazırıq. Loqaritma 4 əsasdan 64 faktorialı biz bilirdik ki, n faktorial, n vurulsun, n çıx 1 faktorialdır. Biz buna əsasən 64 faktorial yazırıq. 64 vurulsun 63 faktorial. Və buradan da biz loqaritmanın xassəsinə görə bilirdik ki, biz bunu yaza bilərik. Loqaritma 4 əsasdan 64 üstə gəl loqaritma 4 əsasdan 63 faktorial bərabərdir. Loqaritma 4 əsasdan 64. 64 4-ün kubudur. Üstə gəl 4 əsasdan 63 faktorialda bizə x verib. Yerinə x yazıram. Bərabərdir. Buradan 3 gəlir qabağa. Olur 3 loqaritma 4 əsasdan 4. Üstə gəl x. 4 əsasdan 4 bizə 1 verir. Qalır 3 üstə gəl x. Deməli, loqaritma 4 əsasdan 64 faktorialda x plus 3-ə bərabərdir. Buraya qədər sağ olun.